Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleykum ve rahmetullah. Hər vaxtınız xeyirli olsun əziz və hörmətli Hadi TV kanalının tamaşaçıları. Ramazan ayının ikinci günündə hər birinizi xoş gördük. Ümidvaram ki, bu gündə Qur'anın ikinci cüz'ini tilavət etmişsiniz, oxumusunuz və biz bu verilişdə bu günləri Ramazan ayının ikinci günü olduğu üçün ikinci cüz'ə, Qur'anın ikinci cüz'inə aid olan bir sıra mətləbləri siz əzizlərin nəzərinə çatdıracağıq. Biz ikinci cüzdən bir neçə Qur'an ayələrini seçmişik və bu ayələri sizə oxuyub və önəmli mesajlarını siz əzizlərin nəzərinə çatdıracağıq. İlk oxumaq istədiyim ayə Bəqərə surəsinin 148-ci ayəsidir ki, Allah Teala bu ayədə belə buyurur. وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا فَاسْتَبِقُوا الْخَيْرَاتِ أَيْنَمَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا فَاسْتَبِقُوا الْخَيْرَاتِ أَيْنَمَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ. Buyurur ki, وَلِكُلٍّ وِجْهَةٌ hər bir şəxs üçün müəyyən bir cəhət vardır, müəyyən bir tərəf vardır ki, huvə müvəlliha. Həmin şəxs o tərəfə üz tutacaqdır. Xeyirli işlərə tələsin. Harda olsanız Allah Teala sizi bir gün gətirəcəkdir. Allah Teala hər bir şeyə qadirdir. Bu ayənin ən önəmli mesajı budur ki, xeyirli işlərdə biz tələsək. Əlimizdən nə xeyir iş gəlirsə, gecikdirməyək. Əgər birinə kömək etmək lazımdırsa, biz edə biləriksə kömək edək. Əgər sədəqə verə biliriksə, sədəqə verək. Əgər boynumuzda qəza namazı varsa, tez bir vaxt o qəza namazını qılaq boynumuzdan götürülsün. Ümumiyyətlə, xeyir iş ətrafınızda əgər mümkündürsə, siz edə bilirsinizsə, bu məsələdə gecikməyin. Burada buyurur ki, fəstəbiqu, sibiqət, yəni bəzən buyururlar ki, digər ayədə var, sari'u. Yəni, əsl yarışma dünyavi işlərdə olmasın. Bəzən görür ki, filan kəs filan maşını alıb, mən ondan yaxşısını alıb. Bu maddi işlərdə o qədər də önəmli deyil. Xeyirli işlərdə başqasından önə keçmək lazımdır. Bu, Bəqərə surəsinin 148-ci ayəsinin ən önəmli mesajıdır. İkinci düzdən seçdiyim digər bir ayə Bəqərə surəsinin 168-ci ayəsidir ki, Allah Teala bu ayədə belə buyurur. وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا يا أيها الناس كلوا مما في الأرض حلالا طيبا ولا تتبعوا خطوات الشيطان إنه لكم عدو مبين وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا Ey insanlar! Kulu mimma fil ərdi halalen tayyibə. Yer üzündə olan halal və təmiz şeylərdən yeyin. Və la təttəbi xutubatiş şeytan. Şeytanın qədəmlərinə tabi olmayın. İnnehu lekum əduvvun mubin. Həqiqətən şeytan sizlər üçün açıq-aşkar düşməndir. Bu ayənin müxtəlif mesajları var. Yəni bu ayədən istifadə və ələ gələn mətləblər çoxdur. Biri budur ki, həlalən təyyibən halallardan istifadə edin və la təttəbi xutuvatiş şeytan, şeytanın qədəmlərinə tabi olmayın. Yəni, şeytan bəzən insanı birbaşa günaha dəvət etmir. Bəzən 10 gün, 15 gün, 20 gün, bəzən hətta illərlə zəhmət çəkir ki, insanı bir dənə önəmli günaha çatdırsın. Şeytan qədəm-qədəm insanı günaha çəkir. Ona görə bu ki, şeytanın hətta qədəmlərinə yaxın düşməyin. Yəni, həqiqətdə deməsi günahın hətta müqəddimələrinə də yaxın durmayın. Allah Teala Qur'anın bir sıra ayələrində buyurur ki, və la təqrəbu, yaxınlaşmayın. Yəni ki, demir, günah etməyin, filan günah etməyin, və la təqrəbu zina.
Demir zina etməyin, deyir, və la təqrabuz zina, zinaya yaxınlaşmayın. Yəni zinanın müqəddimələri nədirsə, onlardan da uzaqlaşın. İnnehu lekum aduvun mubin. Bu ayənin ən önəmli mesajıdır. İkinci cüzə aid olan digər bir ayə Bəqərə surəsinin 172-ci ayəsidir ki, Allah Taala bu ayədə belə buyurur. وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا يا أيها الذين آمنوا كلوا من طيبات ما رزقناكم واشكروا لله إن كنتم إياه تعبدون وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا يا أيها الذين آمنوا كلوا من طيبات ما رزقناكم واشكروا لله إن كنتم إياه تعبدون. Ey iman gətirənlər, sizə verdiyimiz ruzilərin ən pak və pakizəsindən yeyin və Allaha şükür edin, əgər siz Allaha ibadət edirsinizsə, yalnız Allaha ibadət edirsinizsə. Bu ayənin başqa mesajları da var, önəmli məsələlərə toxunur, amma ən önəmli mesaj ki, həyatımızda buna əməl edək, Allah Taala deyir ki, hətta yemək yeyəndə belə yeməyinizin mənəvi baxımdan halal olmasından əlavə onun təmiz və pak olmasına da diqqət edin. Təmiz olsun, çirkli olmasın, viruslu olmasın. Öz sihhətinizə də, səhhətinizə də diqqət yetirin və bu Allahın verdiyi ruzilərdir. Əgər yalnız Allaha ibadət edirsinizsə, ancaq və ancaq ona şükür edin. İkinci cüzdən seçdiyim və sizə oxumaq istədiyim digər bir ayə Bəqərə surəsinin 181-ci ayəsidir ki, Allah Taala bu ayədə belə buyurur. وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا فمن بدله بعدما سمعه فإنما إثمه على الذين يبدلونه إن الله سميع عليم وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا Fəmən bəddələhu bə'dəmə səmiə fəinnəmə ismuhu aləl-ləzīnə yubəddilunəhu innallaha səmiun əlim. Bu ayə vəsiyyət etmək barəsindədir. Əgər bir nəfərə vəsiyyət olunarsa, vəsiyyətə olduğu kimi gərək əməl eləsin. Əgər vəsiyyəti dəyişərsə, onun günahı dəyişənədir və bunu da bilsin Allah Taala vəsi ilə Musa ilə arasında olan vəsiyyəti eşidir, danışılan şeyləri eşidəndir və eyni zamanda biləndir. Baxın, İslamda önəmli məsələlərdən biri vəsiyyətdir. Fiqh kitablarında da vəsiyyətin özünə məxsus hökmləri vardır. Amma bu ayədən ələ gələn ən önəmli məsələ budur ki, əvvələn gərək vəsiyyət edək, ölməmişdən qabaq vəsiyyət edək. Əgər boynumuzda kiməsə borcumuz varsa, vacibatımız qalıbsa vəsiyyət edək. İkinci, vəsiyyət edəndə ona şahid də tutaq. Bəzən görürsən ki, birinə vəsiyyət olub, şahid olmayanda ola bilər onu dəyişsin. Ən önəmlisi isə vəsiyyət olunan şəxs gərək vəsiyyətə olduğu kimi əməl etsin və vəsiyyəti dəyişdirməsin. İkinci cüzə aid olan digər bir ayə, oxumaq istədiyim ayə Bəqərə surəsinin 183-cü ayəsidir və bu oruc ayəsidir ki, Allah Taala bu ayədə belə buyurur. وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا فمن خاف من موص جنفا أو إثما فأصلح بينهم فلا إثم عليه إن الله غفور رحيم يا أيها الذين آمنوا كتب عليكم الصيام كما كتب على الذين من قبلكم لعلكم تتقون وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا يا أيها الذين آمنوا كتب عليكم الصيام كما كتب على الذين من قبلكم لعلكم تتقون. Ey iman gətirənlər, sizdən öncəkilərə oruc vacib edildiyi kimi sizlərə də vacib edildi. Şayət bəlkə buna xatir təqvalı olasınız. Bu ayənin
ən önəmli mesajı bundan ibarətdir ki, əgər birinə bir söz deyirsinizsə və əgər istəyirsiniz o sizdən bu sözü qəbul eləsin, sizi eşitsin, mülayim şəklində deyin. Onu müxatəb qərar verəndə, ona sözü deyəndə elə mülayim şəklində deyin ki, o qəbul eləyə bilsin. Yəni, necə deməyin təsiri vardır ki, o sənin sözü eşitsin, yoxsa yox. Ona görə Allah Teala əvvəl deyir ki, ey iman gətirənlər. Və sonra buyurur ki, bu dediyim və sizdən istədiyim əvvəlki ümmətlərə də demişdim və onlardan da istəmişdim. Bəs buna əsasən bu formada deyilərsə mülayim şəklində, istər-istəməz sənin müxatəbin bu sözü rahat şəkildə qəbul edər. İkinci cüzdən seçdiyim digər bir ayə Bəqərə surəsinin 203-cü ayəsidir ki, Allah Teala bu ayədə buyurur. وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا واذكروا الله في أيام معدودات فمن تعجل في يومين فلا إثم عليه ومن تأخر فلا إثم عليه لمن اتقى واتقوا الله واعلموا أنكم إليه تحشرون وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا Vəzkurullaha fi əyyəmin mə'dudat. Allah Taala'nı o müəyyən günlərdə yad edin. Hər kəs tələssə 2 gündə, onun heç bir günahı yoxdur və mən təəxxərə, hər kəs də təəxirə salsa fəla ismi əleyhə. Onun da günahı yoxdur. Limən ittəqa, əgər təqvanı riayət edərsə. Vəttəqullaha, Allahdan qorxun və ələmu ənnakum ileyhi tuhşar və bunu bilin ki, gec-tez siz Allahın huzuruna qayıdacaqsınız və onun huzurunda məhşur olacaqsınız. Bu ayədə önəmli mətləblər vardır. Bu ayə həc barəsindədir. Həcdə orada Minanın əməllərin etdikdən sonra 10-cu gündən sonra Kəbə evinin tərəfinə təvaf üçün qayıtmaq məsələsinə işarə edir. Amma burada diqqət edin, Allah Teala buyurur ki, Allahı yad edin xüsusi günlərdə. Bu nə deməkdir? Yəni, duanın qəbul olunmasında, Allahı yad etməkdə bəzi zamanların özünə məxsus təsiri var. Ramazan ayının duası ilə digər ayların duası eynidir. Ramazan ayı fürsətdir. Qədir gecəsi fürsətdir. Əlbəttə, məkanların da bu xüsusiyyəti vardır və digər mesajlar da vardır. Amma bu ayənin ən önəmli mesajı budur ki, duanın qəbul olunmasında müəyyən zamanların təsiri vardır. İkinci cüzə aid olan digər bir ayə ki, seçib və sizin nəzərinizə çatdırmaq istəyirəm. Bəqərə surəsinin 205-ci ayəsidir ki, Allah Teala bu ayədə belə buyurur. وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا وإذا تولى سعى في الأرض ليفسد فيها ويهلك الحرث والنسل والله لا يحب الفساد وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا Və izə təvəllə sə'a fil ərdi liyufsidə fīhə və yuhlikəl hərsə və nəsl vallahu la yuhibbul fəsad. Əgər üz döndərib yer üzündə səy edərsə ki, fəsad eləsin o yer üzündə və əknəcək yerlərini aradan aparsın və insan nəslini aradan aparsın, vallahu la yuhibbul fəsad. Və Allah Teala fəsadı çox istəməz, sevmir fəsadı. Bu ayədə önəmli mesajlar vardır. Bu ayənin özünə məxsus şə'n-i nüzulu da vardır. Lakin bu ayənin ən önəmli mesajı budur ki, ən böyük xətər insan həyatı üçün, məxsusən də cəmiyyət üçün ən böyük xətər iqtisadi məsələnin nabud olması, həm də ki, ümmətə aid olan, məxsusən də İslam ümmətinə aid olan mədəniyyətin aradan gedməsidir. İzə və izə təvəllə sə'a fil ərzil yufsidə fīhə və yuhlikəl hərsə və nəsl. Yəni, biz bir müsəlman cəmiyyəti olaraq əgər istəyirik ki, xətərdən uzaq olaq, gərək iqtisadi məsələlərə diqqət yetirək, həmçinin İslam mədəniyyətini qoruyub saxlayaq. İkinci cüzə aid olan digər bir ayə ki, seçib siz əzlərin nəzərinə çatdırmaq istəyirəm. Bəqərə surəsinin 215-ci ayəsidir ki, Allah Teala bu ayədə belə buyurur.
ورتل القرآن ترتيلا يسألونك ماذا ينفقون قل ما أنفقتم من خير فللوالدين والأقربين واليتامى والمساكين وابن السبيل وما تفعلوا من خير فإن الله به عليم ورتل القرآن ترتيلا Yəsəlunəkə məzə yunfiqun, ya Peyğəmbər, səndən soruşarlar ki, nədən infaq eləsinlər? Qul ma ənfəqtum min xeyr. Əgər infaq edərsinizsə, xeyirli və yaxşı şeylərdən, bəyənilən şeydən nəfəqə verin. Kimə nəfəqə verək? Fəlil valideyn, valideynə, vəl əqrəbin, yaxın qohumlarınıza, vəl yətama, yetimlərə, vəl məsakin, miskinlərə, fəqirlərə və ibnis səbil, yolda qalanlara və ma təfəlu min xeyrin. Bunu da bilin ki, hər nə xeyir və yaxşı iş görsəniz, fə innəllahə bihi əlim. Allah Taala bunu biləndir. Bu ayədə önəmli məsələlər vardı. Amma ən önəmli mətləb ki, bu ayədə biz ələ gətiririk, budur ki, əgər birinə bir şey vermək istəyiriksə, infaq eləmək istəyiriksə, sədəqə vermək istəyiriksə, yaxşısından verək. Bir saildir gəlib, sən ona istəyirsən ki, məsələn, bir vedrə buğda verəsən. O buğdanın yaxşısından ver. Bir geyim vermək istəyirsən, o geyimin yaxşısından ver. Yəni, elə olmasın ki, bəyənmədiyin bir şey olsun, istifadə eləmədiyin şey olsun, dərdə dəyməyən bir şey olsun, onu versən. Xeyr, və ma ənfəqtum min xeyr, qul ma ənfəqtum min xeyrin. Nəfəqə verirsinizsə, bəyənilən şeylərdən nəfəqə verin. İkinci cüzə aid olan digər bir ayə Bəqərə surəsinin 219-cu ayəsidir ki, Allah Taala bu ayədə belə buyurur. ورتل القرآن ترتيلا يسألونك عن الخمر والميسر قل فيهما إثم كبير ومنافع للناس وإثمهما أكبر من نفعهما ويسألونك ماذا ينفقون قل العفو كذلك يبين الله لكم الآيات لعلكم تتفكرون ورتل القرآن ترتيلا وَيَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِنْ نَفْعِهِمَا. Ya Peyğəmbər, səndən şərab barəsində, qumar barəsində soruşularsa, denən, soruşacaqlar da. Onlara belə denən, fihima ismun kəbir. Həm qumar, həm də şərab böyük günahdır. Əlbəttə və mənafi'u linnas. İnsanlar üçün bir sıra faydalar da vardı. Və amma və ismuhuma əkbəru min nəf'ihima. Amma bunun günahı onun zahiri, maddi mənfəətindən çox böyükdür. Diqqət edək, bu ayənin bu hissəsinə qədər bizə aydın olan önəmli mətləb nədir? Buyurur ki, əgər bir şeyin pis cəhətlərini deyirsinizsə, çox önəmli ya. Məsələn, bir insanın istəyirsən ki, başa salasan ki, sənin xoşagəlməz bir bu xüsusiyyətin vardı. Onun gözəl xüsusiyyətlərini denən, ondan sonra denən ki, bu çatışmayan cəhətində vardır. Hamının çatışmayan cəhəti vardır. Amma elə sən bütün onun gözəl xüsusiyyətlərini qoyasan, deyəsən ki, yox, sən beləsən, sən beləsən. Baxın, Allah Taala qumar və araq barəsində bəhs edir, şərab barəsində bəhs edir, onun günah olmasını çatdırır. Eyni zamanda bu ki, və mənafi'u linnas, mən inkar eləmirəm. Bunun maddi faydaları da ola bilər. Amma ismuhuma əkbər. Amma bunun günahı, bunların günahı daha da çoxdur. Və yəsəlunəkə maza yunfiqun qulul əf. Ya Peyğəmbər, səndən soruşanda ki, nə nəfəqə verək? Deyir, əff eləyin. Kəzalikə yubəyyinullah ləkumul ayət ləəlləkum tətəfəkkərun. Demək olar ki, bu ayələrin ən önəmli mesajını işarə elədim. Bir məsələnin, bir insanın hər hansı bir xüsusiyyətinin pis olmağını çatdıranda onun yaxşı cəhətlərinə də diqqət edin. İkinci cüzə aid olan digər bir ayə ki, sizə nəzərinə çatdırmaq istəyirəm. Bəqərə surəsinin 251-ci ayəsidir ki,
Allah Taala bu ayədə belə buyurur. وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا فهزموهم بإذن الله وقتل داود جالوت وآتاه الله الملك والحكمة وعلمه مما يشاء وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا Fəhəzəmuhum biiznillah və qətələ Davudu Calut. Onları aradan apardılar, Allahın izni ilə onlara qələbə çaldılar və Davud Calutu öldürdü. Və atahullahul mulka vəl hikmə. Bu igidliyinin, Davudun bu igidliyinin müqabilində, qəhrəmanlığının müqabilində Allah Taala ona həm mülk verdi, həm də hikmət verdi. Və əlləməhu mimma yəşa. Allahın istədiyi şeyləri Allah Taala Davuda öyrətdi və ayənin davamı da vardır. Bu ayənin bu hissəsindən ələ gələn ən önəmli mesaj və mətləb budur ki, əgər bir insan hər hansı bir xeyir işi, önəmli işi, cəmiyyətə önəmli bir xeyir verən bir işi gördüsə, biz onu dəyərləndirək, ona qiymət verək, onun adını müəyyən yerlərdə çəkək. Baxın, Davud əleyhissalam igidlik göstərir, düşmənlərə qələbə çalır, Calutu öldürür, aradan qaldırır, bu Allahın düşmənləri idi. Allah Taala onun adını Quranda yad edir və eyni zamanda bunun bu igidliyinin və qəhrəmanlığının müqabilində Allah Taala deyir ki, biz ona dəyər verdik. Quranda adını çəkdik, adı yaşasın. Bunun kənarında ona hikmət verdik, ona mülk verdik, ona peyğəmbərlik verdik. Ona bir sıra şeyləri biz öyrətdik. Bu çox önəmlidir. Əlhamdülillah, bizim vətəndə bizim əsgərlərimiz igidlik göstərirlər və bu igidlərin adları, bəziləri şəhid olurlar, şəhid olduqdan sonra onların adları yaşanması üçün bir sıra işlər görülür. Bu çox yaxşıdır. Biz o igidləri yad eləyək, imkan daxilində onlara dəyər verək, onların qulluğunda duraq. Bunlar qəhrəmanlıq göstəriblər, bunlar igidlik göstəriblər. Bu əlbəttə bu ayə yalnız və yalnız müharibə məsələsinə aid deyil. Düzdür, burada müharibədən söz gedir və Davudun qəhrəmanlığından söz gedir və bu qəhrəmanlığının müqabilində Allah Taala onun adını Quranda gətirərək onun adını yaşatdırır və eyni zamanda bir sıra hədiyyələr, mülk kimi, hikmət kimi bir sıra mənəvi nemətlərin ona verdiyinə işarə edir. Amma bu ayənin mesajı ümumidir. Yəni bizim ətrafımızda hər hansı bir ağsaqqal, hər hansı bir xeyriyyəçi, hər hansı bir şəxs, qadın olsun, kişi olsun, cəmiyyət üçün bir yaxşı iş görübsə, onun vəzifəsi Allaha xatir etməkdir. İxlaslı şəkildə etməkdir. Amma bizim də bir vəzifəmiz vardır ki, onun bu yaxşı işin dəyərləndirək. Bunun iki xeyri ola bilər. Əvvələn onun adı yaşayar, o təşviq olar və digərləri də bundan ibrət götürərlər və o xeyir işə təşviq olarlar. Bu baxımdan Bəqərə surəsinin 251-ci ayəsində ən önəmli mesajı budur ki, qəhrəmanlıq göstərib, yaxşı iş görənləri biz təşviq etməliyik, onu dəyərləndirməliyik, onların adlarını bəzi yerlərdə çəkməliyik. Hamınıza Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.